Salam dostlar. Gəlin bu gün də 6-cı sinif səhifə 62-də Amazing Travelers mətnini oxuyaq. Məncə yaxşı, maraqlı faktlar var bu gün. Bir yerdə oxuyaq, mənasını başa düşməyə çalışaq. Amazing Travelers. Heyrətamiz səyahətçilər ya da möhtəşəm səyahətçilər. Travel dostlar, səyahət eləməkdir. Sözün kökü traveldır. Traveler səyahət edən, yəni səyahətçi. S də burada cəm şəkilçisidir. Səyahətçilər. Fact sheet number 22. Nellie Bly. 1864. 1922. Fakt vərəqi. Nömrə 22. Nellie Bly. 1864-1922. Dostlar, bu Nellie Bly'ın doğum tarixidir. Bu isə 1922-ci il isə ölüm tarixidir. Who was Nellie Bly? Nellie Bly kim idi? Dostlar, baxın, kimdir demirik, kim idi deyirik. Bu keçmiş zamandır. Kim idi? Kimdir indiki zamanı isdir. Who is? Okay, Nellie Bly demir. Nellie Bly kimdir yox. Nellie Bly kim idi? Yəni kim olub? She was an American journalist. O, Amerikan jurnalist olub. Ya da Amerikan jurnalist idi. She traveled around the world in 72 days from 1889 to 1890. Dostlar, yeri gəlmişkən, bu cür çoxsaylı rəqəmi olan illər 2-2 oxunur. Yəni 18 və 89 formasında. 18 və 90 formasında. Amma hazırki məsələn 2026-cı il deyəndə 2026 də deyə bilərik. Yəni tam olaraq 2026 deyə bilərik. Amma burada uzatmamaq üçün 1889 ingiliscə, yəni bunları ayrı-ayrı deyib 1889 deməmək üçün qısa formada oxunu asanlaşdırmaq üçün 2 yerə bölürlər rəqəmi. 18 və 89 şəklində deyirik ki 1889 və 1890. Belə cümləmizə baxaq. O 1889-cu ildən 1890-cı ilə qədər 72 gündə dünyanı səyahət elədi. What was the motivation for her journey? Dostlar, burada journey də səyahətdir. Motivation, motivasiya, yəni həvəsləndirici bir şey. What nə? Onun səyahəti üçün motivasiya nə idi? Jules Verne's book Around the World in 80 Days. Dostlar, Jules Verne fransız yazıçısıdır. Onun kitabı var, Dünya ətrafında 80 gün. Burada deməli bunu niyə verib? Onun motivasiyası barədə soruşur axı birinci sualda. What was the motivation for her journey? Onun səyahəti üçün motivasiya nə idi? Motivasiyanın cavabı budur. Jules Verne's book Around the World in 80 Days. Jules Verne'in Dünya ətrafında 80 gün kitabı. Where did she grow up? Dostlar, grow up böyümək deməkdir. Where, harada? Where did she grow up? Dostlar, did burada gördüyünüz köməkçi feildir. Azərbaycan dilində xüsusi bir mənası yoxdur. İngilis dilində biz keçmiş zamanda baş verən hərəkətlərə sual vermək üçün did köməkçi feilindən istifadə edirik. Burada da didin funksiyası bizə kömək eləməkdir ki, biz keçmiş zaman sualını düzəldək. O harada böyüyüb? She grew up in Pennsylvania. O, Pensilvaniyada böyüyüb. Baxın dostlar, grow up sözü artıq grew up şəklinə keçdi. Buna qaydasız feil deyirik. Qaydasız feil odur ki, xüsusi qaydaya tabe olaraq keçmiş zamanı düzəlmir. Xüsusi qaydamız nədir? I və D şəkilçisidir. Hansı ki, biz bəzi feillərin sonuna keçmiş zamanını düzəltmək üçün I, D şəkilçisi əlavə edirik. Bunlara qaydalı feillər deyirlər. Məsələn, want sözü, istəmək. Want sözü keçmiş zamanda wanted olacaq. O istədi, qələm istədi, kitab istədi. Bəzi feillər isə qaydasız feillərdir və onlar xüsusi qayda ilə keçmiş zamana çevrilirlər və onları əzbərləmək lazımdır. Məsələn, onlardan biri də grow up-dır. Grow up çevrilir, grew up olur keçmiş zamanda. Və Pensilvaniyada yer adıdır. Pensilvaniya, dostlar, Amerikanın ştatlarından biridir. New York'a yaxın bir yerdədir. O, Pensilvaniyada böyüyüb. Her family was poor. Dostlar, poor kasıb deməkdir. Onun ailəsi kasıb idi. Her father died when she was 6. Dostlar, yenidən die sözü keçmiş zamandadır. Die dünyasını dəyişmək, ölmək deməkdir. Onun atası, o
O 6 yaşı olanda dünyadan köçüb. She burada Nila'nı nəzərdə tutur. Yəni Nila'nın onun 6 yaşı olanda atası dünyadan köçür. How did she become a journalist? O necə jurnalist oldu? When Bly was 18, she wrote a letter to a newspaper. Newspaper qəzet deməkdir. Write sözünün keçmiş zamanıdır. Write yazmaq deməkdir. Wrote yazdı. Write a letter məktub yazmaq. Bly'ın 18 yaşı olanda qəzetə məktub yazdı. Yəni hər hansısa bir qəzetə məktub yazır. The editor liked her letter and offered her a job. Editor dostlar redaktor deməkdir. Offer təklif eləmək. Dostlar görürsüz burada offer'dan sonra ed şəkilçisi artırıblar. Yəni bu qaydalı feildir. Qaydalı feillərə biraz əvvəl dedik, ed şəkilçisi artırmaqla keçmiş zamanını düzəldirik. Qaydasız feillərə isə ed artırmırıq, onlar kökündən dəyişir. Əzbərləmək lazımdır onları. Job iş. Redaktor onun məktubunu bəyəndi, yəni onun məktubu redaktorun xoşuna gəldi və ona iş təklif etdi. In 1887, she started to work for a famous newspaper, The New York World. 1887-ci ildə o məşhur qəzet New York World, yəni New York dünyası. Dostlar, qəzetlərin adını əslində tərcümə eləmirik, sadəcə mənasını biləsiniz deyə deyirəm. New York World-da işləməyə başladı. Cümləni bir də deyirəm. O 1887-ci ildə New York World adlı məşhur qəzetdə işləməyə başladı. When did she start her journey? O səyahətini nə zaman başladı? On the 14th of November 1889 at 9:40 a.m. Dostlar, burada bəlkə hiss elədiniz. Mən burada the article-ını işlətdim və 14-dən sonra th dedim. Yəni 14th dedim. Ondan da sonra November'dan da əvvəl of işlətdim. Yəni bunu yazı qaydasında bu cür yazırlar, amma biz deyəndə tam şəkildə deməliyik. Noyabrın 14-də 14 rəqəmini biz burada sıra sayı formasında deyəcəyik. Yəni 14th deyəcəyik. 14 yox təkcə 14th 14-cü. Yəni noyabrın 14-cü günü hərfi tərcüməsidir. Amma Azərbaycan dilində deyirik noyabrın 14-də. Deməli, sualımızın cavabı budur. 1889-cu il noyabrın 14-də səhər saat 9:40-da, yəni ona 20 dəqiqə qalmış səhər saatlarında. AM gecə saat 12-dən günorta saat 12-yə qədər olan vaxtı bildirir. Bly left New Jersey on a ship to England. The first of many ships on her journey. Bly New Jersey ya da Yeni Jersey'i tərk eləyib gəmi ilə İngiltərəyə getdi. The first of many ships on her journey. Səyahətindəki bir çox gəminin birincisi. Yəni səyahəti zamanı bir çox gəmidən istifadə eləyib və ilk gəmisi də New Jersey'dən, Yeni Jersey'dən İngiltərəyə yola düşən gəmi olub. When did she arrive back? O geriyə nə zaman gəldi? Arrive əslində çatmaqdır, amma geriyə çatmaq sözünü Azərbaycan dilində işlətmək düzgün olmur, yəni cümləmiz normal alınmır. O nə zaman geriyə çatdı? Cümləmiz yaxşı alınmır. Ona görə də deyirik, o nə zaman geri qayıtdı. On the 25th of January 1890. 1890-cı il yanvarın 25-də. Her journey took 72 days, 6 hours, 11 minutes and 14 seconds. Dostlar, burada bir şey diqqət edin. Burada hour sözündə H hərfini yazırıq, amma tələffüzdə H tələffüz eləmirik. Hours demirik. Hours deyirik. Onun səyahəti 72 gün, 6 saat, 11 dəqiqə və 14 saniyə çəkdi. Took çəkdi. İlkin mənası götürməkdir. Take sözüdür. Bu da qaydasız feildir. Take sözü keçmiş zamanda took olur. Burada götürmə sözü yox, yəni o qədər zaman aldı mənasındadır. Biz də cümləmizin içində çəkmək sözünə istifadə edəcəyik. Yəni səyahəti nə qədər çəkdi, nə qədər zaman aldı? 72 gün, 6 saat, 11 dəqiqə, 14 saniyə. It was a world record. Bu dünya rekordu idi. Did you know? Bilirdinizmi? Dostlar, know sözü də qaydasız feildir. Know, baxın burada did artırıblar. Bu deməkdir ki, keçmiş zamanda olan sözdür və sual formasındadır. Know keçmiş zamanda knew'dur. Qaydasız feildir. Əzbərləmək lazımdır, bir daha deyirəm.
The New York World made a board game about her journey. New York World, yəni bu qəzetin adıdır dostlar, xatırlayırsınızsa, məşhur qəzet. Made a board game. Stolüstü oyun yaratmaq mənasındadır. Yəni bir stolüstü oyun. Özləri fikirləşib tapıblar. Nellie Bly'ın səyahəti ilə bağlı. Okay? Cümləmiz belədir ki, New York World qəzeti onun səyahəti ilə bağlı stolüstü oyun yaradıb. Board game stolüstü oyun deməkdir. She took only one suitcase. O yalnız bir çamadan götürdü. Yəni özü ilə cəmsi bir çamadan daşıyıb. Suitcase, çamadan. Belə dostlar, ümid edirəm sizin üçün maraqlı, faydalı olacaq. Və aşağıdakı çalışmaları istəyərdim özünüz eləyin. Adətən çalışmaları YouTube-da paylaşmağa üstünlük vermirəm. Çünki bunlar sizin mətni oxuyandan sonra işləməli olduğunuz şeylərdir deyə. Ona görə yaxşı olardı ki, mən sizə ancaq mətnlə dəstək olum, çalışmaları özünüz eləyin. Amma yenə də çalışmalara da aid nəsə bir problem olsa, izah etməli lazım olan yer olsa, kommentlərdə bildirərsiniz. Belə dostlar, bye bye, have a nice day.